Salamlar hər kəsə, Kodera kanalına xoş gəlmisiniz. Bu bizim HTML üçün ikinci, ümumilikdə üçüncü dərsimizdir. Əgər bu seriyaya yeni qoşulmusunuzsa, mütləq əvvəlki dərslərə baxmanızı tövsiyə edirəm. Bu dərsdə bizim öyrənəcəklərimiz sayta keçid verən linklər yaratmaq, şəkilləri HTML səhifəyə əlavə etmək və siyahılarla işləmək olacaq. Gəlin ilk öncə linklər barədə danışaq. HTML-də keçid vermək üçün A etiketi istifadə olunur. Bu etiket istifadəçiləri bir səhifədən başqa səhifəyə yönləndirilir. A etiketinin yazılışı A yazsaq, Visual Studio bizim yerimizə bunu dolduracaq. A etiketinin içərisindəki ref atributu linkin ünvanını göstərir. Yəni, biz bu saytdan Google-a keçid etmək istəsək, bura Google-un linkini yapışdırmalıyıq. Brauzerin URL hissəsindəki linki kopyalayıb, ref atributunun içərisinə yapışdırsaq, biz bu linkin yolunu göstərmiş oluruq. Açılmış və bağlanmış A teqləri içərisində isə Google yazaq. İndi isə gəlin bunun necə göründüyünü yoxlayaq. Biz burada Google yazısına klikləsək, bizi avtomatik Google saytına yönləndirəcək. Geri vurduqda isə öz saytımıza təkrar qayıdacaq. Əgər öz saytımızdan ayrılmadan Google-un başqa bir səhifədə açılmasını istəyiriksə, o zaman target blank əlavə etməliyik. Yəni, A atributunun içində target blank yazsaq, o zaman səhifəni yenilədikdən sonra Google-a kliklədikdə artıq Google saytının başqa bir səhifədə açıldığını görürük və bu nəticədə istifadəçilərin bizim saytımızdan ayrılmadan başqa bir səhifədə hədəflədiyi sayta getməyini göstərir. Bu üsul istifadəçini səhifədən çıxarmadan başqa səhifəyə keçid etmək üçün faydalıdır. İkinci olaraq biz image etiketini öyrənəcəyik. HTML-də şəkil göstərmək üçün image etiketi istifadə olunur. Bu etiket bağlanmayan düz etiketdir. Yəni, image yazdıqda artıq bunun digər teqlər kimi bağlanmağına ehtiyac yoxdur. Məsəl üçün, burada etiketinin bağlandığını görürük, lakin image üçün bu şamil olunmur. Bu bölmə şəklin ünvanını göstərir. Alt bölməsi isə şəkil görünməzsə, əvəzində görünəcək mətni ifadə edir. Bu SEO və əlçatanlıq üçün vacib məsələlərdən biridir. Gəlin nə demək istədiyimizi praktiki yolla baxaq. Şəklin linkini vermək üçün Google-dan bir şəkil götürək. Məsəl üçün, proqramlaşdırma yazdıqda image isə daxil oluruq və buradan bu şəkli açırıq. Sağ klik edib resim adresini kopyala. Vurduqdan sonra Visual Studio qayıdıb bu bölməyə şəklin yolunu göstəririk. Gəlin indi saytımızda necə göründüyünə baxaq. Və budur, əlavə etdiyimiz şəkil artıq saytımızda görünməyə başladı. Gəlin alt etiketinin nə işə yaradığına baxaq. Alt etiketinə şəkil yolu yanlışdır yazaq və buradan linkdə səhvlik etmiş olaq. Yenidən web səhifəmizə qayıtdıqda səhifəni yeniləsək və burada şəkil yolu yanlışdır yazısını görmüş olarıq. Səhifəmizə şəkil əlavə eləməyin ikinci bir yolu var. Bu hansı ki, lokal şəkillərdən əlavə edirik. Bunun üçün // işarəsi qoyub buradan şəklimizi seçirik. // qoymaqda məqsədimiz şəklin yolunu göstərməkdir. Və yenidən səhifəmizi yeniləsək, burada artıq loqomuzu görmüş olarıq. Image teqi içərisində viz və height atributları yer alır ki, burada biz şəklə ölçü verə bilərik. Məsəl üçün 200, heightinə isə 200 desək, səhifəmizdə şəklin ölçüsünü dəyişmiş olduğunu görərik. Bunu biz CSS dərslərində daha praktiki və daha geniş yollarla ölçüləndirmə edəcəyik. Daha sonra siyahılar bölməsi ilə tanış olaq. HTML-də siyahılar mətnləri ardıcıl və səliqəli şəkildə təqdim etməyə kömək edir. Siyahılar iki cür olur. Nömrəli siyahılar, yəni unordered list və nömrəli siyahılar, ordered list. Niyə bunlar unordered və ordered olaraq adlandırılır? Gəlin siyahıların necə yazıldığına baxaq. İlk növbədə unordered listə baxaq, yəni nömrəsi sıralamaya. Bunun üçün UL teqi açırıq. Enter vurub aşağı boşluq saldıqda UL teqləri içində li teqləri yazırıq. Li teqlərin içərisində nə yazsaq, artıq siyahı formasında bizim üçün görünmüş olacaq. Məsəl üçün yazaq dərs 1. Daha sonra bir li teqi daha açırıq. Yazırıq buna da dərs 2. Gəlin indi səhifəmizdə necə göründüyünə baxaq. Səhifəyə gəlib yenilədikdə artıq dərs 1 və dərs 2 yazısını burada görmüş oluruq və gördüyümüz kimi nömrəsi yoxdur.
İndi isə nömrəli siyahı ilə tanış olaq. Artıq burada OL yazırıq, yəni ordered list. Enter vurub aşağı saldıqda yenidən li yazırıq. Buna da yazırıq kurs 3 və kurs 4. Səhifəmizə gəlib yeniləsək, artıq bunların qarşısında 1 və 2 rəqəmlərini görmüş olarıq. OL və OL teqləri arasında yazılmış lilər list item deməkdir, yəni siyahı element. Bu elementlər real veb saytların əsas tikinti daşlarıdır. Linksiz, şəkilsiz, siyahısız bir sayt həm dizayn baxımından, həm də istifadəçi təcrübəsi baxımından çox zəif görünür. Bu gün HTML-də linklər, şəkillər və siyahılarla tanış olduq. Biz artıq növbəti dərsdə formlar və inputlarla tanış olacağıq. Əgər dərs faydalı oldusa kanala abunə olun, videonu bəyənin və şərh yazmağı unutmayın.